54-cü sualda cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisinin modulunu Newton ilə hesablayın. Baxırıq F1 5 Newton, F3 11 Newton, F2 isə 8 Newton. Əks istiqamətdə olanları tapıb, sonra rahatlıqla əvəzləyicini tapa bilərik. Sola 5, sağa 11, əvəzləyicisi olacaq 6 Newton. Bunlar getdilər. Yerdə qaldı 6 və 8 Newton. Əvəzləyici də olur. F əvəzləyici arada bucaq 90 dərəcə olduğu üçün 6-nın kvadratı plus 8-in kvadratı. Bu da edir kök altında 110 Newton buradan əldə edirik. 55-ci sualda K nöqtəsindən hərəkətə başlayırıq. Otarazlıq ətrafında rəqs edən yaylı rəqs bir tam rəqs ərzində getdiyi yol. S bərabərdir 4 amplitud vur N. Və burada 4 amplitudumuz 35 çıxılsın 20. Yəni tarazlıqdan maksimal uzaqlaşdığı məsafə 15 sm olur. Və vurulsun 15. Bir də bir tam rəqs edir. Bu da olur 60 sm. 56-cı sualda hansı ifadələr doğrudur bildirir?